biləcək hüquqa malik insandır. Günay xanım, mövzumuz Ramal bəy Mən onu bugün tatu müdaxilə edə deyil. bilmərəm ki. Mən bugün artıq bu duruma gəlib düşmüsünüz. Yəni ki, bu duruma artıq gəlib düşmüsünüz. İndi biz buradan necə çıxmalısınız? Ələxüsə 2 övladınız var. Oğlandılar yoxsa qızdılar? Bir qızım var, bir oğlum. Neçə yaşları var? Biri 8 yaşına girib, biri də 9 yaşına girib. Ataları ilə ünsiyyətləri var. Xeyr. Nə səbəbə? Narkomanla ünsiyyət qurmaq qəşəng şeydir. Yox, yəni atanın vəziyyəti hal-hazırda hansı səviyyədədir? Heç maraqlanmamışam, bilmirəm. Bəs uşaqlar soruşmur ki, bizim atamız kimdir? Siz mənlə hardadır? burada veriş bitdikdən sonra mən burada otursam, siz gedib uşaqlarla söhbət eləyərsiniz. Bacardığınız qədər Yox, hər siz yolu bir ana kimi övladınızdan bilmək istəyirəm. Atasına qarşı onu nəsə deyirsiniz uşaqlarınıza? Mən niyə deyim ki ona bir şey? Zaten mənim qızım döyüləndə, gedib stolun altına girəndə, qapı döyüləndə, biləndə ki, xəyal gəlir, qaçıb o bir tərəfə gedən uşaqdır. Uşaqlar aliment alır, atası aliment Heç bir şey almırıq sənə bundan. Mən onunla niyə demirəm? Mən əksinə bu 5 ildə mən bazardım Bəs gedib yaxşı onun Günay beyninə xanım, sürməyə siz bu insanı tanıyırdınız. Bir uşaq dünyaya gəldi. Və bu insanı tanıyırdınız. Sonradan ikinci uşağı da yenə dünyaya gətirmisiniz. İnsanı tanımırdım, 6 aydan sonra xasiyyətinə bələd oldum, ayrılmaq istədim, alınmadı. Yaxşı, 6 aydan sonra xasiyyətinə bələd oldunuz. Mən niyə dünyaya uşaq gətirirdiniz? Öldürməliydim övladımı. Çünki mənim yaralı yerim budur. Öldürməliydim övladımı. Bəs indiki uşaqlarınızın düşdüyü vəziyyət? Uşaqların heç bir problemi yoxdur. Sadəcə xəstədir deyə biri, onun üçün müraciət eləmişəm Nurayna xanıma. Günay xanım, biz sizin timsalınızda digər gənc xanımlara səslənirik ki, bu səhvləri eləməsin. Mən heç kimə haqq qazandırmıram Nurayna xanım. Heç kim susmasın, döyülən yerdə susmasın. Gördünüz ki, adam normal deyil. Maddi imkanı yoxdur, xasiyyəti yoxdur, pis vərdişləri var. Adamın bir dənə tutunacaq şeyini görsədin ki, bu səbəbə görə siz 2 uşağı dalbadal dünyaya gətirmisiniz. Siz bağlı evdən heç yana gedə bilmərsiniz, yaxşı? Səbəb göstərin mənə ki, hansısa Siz qapı pəncərə siz bağlı yerdə dünyaya heç yana gedə hansısa bilmərsiniz. hisslərinizə görə uşaqlar gətirirsiniz. Siz səhv Sonra deyirsiniz. bundan uşaqlar Səhv əziyyət deyirsiniz. çəkir. Səhv Və mən deyirsiniz. buna qarşıyam. Səhv deyirsiniz. Mən bu cür qadınlara qarşıyam. Mən də sizə qarşıyam. Uşaqlarımı hisslərinin qurbanı eləyir. Bilə-bilə, mən səsləyə çalışmıram. Mən cəmiyyətə səslənirəm. Əziz Azərbaycan qadınları, hansısa hisslərinizin qurbanı etməyin uşaqlarınızı. Hiss qurbanı, Və siz siz nə ondan danışırsınız? Hiss qurbanı etmisiniz. Yanımdaydınız. Adamı tanıyırsınız ki, Yanımdaydınız. adamın xasiyyəti bu cürdür. Ay Niyə kişiyə uşaq qaldığını yerine gücü çatmır. Siz nə danışırsınız? Nəyin Niyə uşaqları dünyaya gətirirsiniz? Təboli kəbini var, sən baxmalısan. Burada çox ağıllı danışırsınız. Burada çox ağıllı danışırsınız. Bəs niyə o zaman o ağıllınızı Niyə istifadə elə o edirsiniz? ağlı danışdığım üçün döymüşəm, şiddət görmüşəm və mənim yanımda Niyə onda özünüzü qorumurdunuz? Burada çox ağıllı belə təsiri göstərirsiniz. Hər kəsi manipulyasiya edirsiniz. Çox qəşəng manipulyasiya edirsiniz. Mən sizin kimi qadınlara qarşıyam və sözümü də mən bilsinlər ki, tam olaraq bildirirəm. Adəmin pensiyasına görə, xəstəlinə görə mən kiminsə gözündə yaxşı olmaq üçün ya da reklam olmaq üçün gəlməmişəm. Heç onun atasının da adını çəkmirəm. Mən özüm əziyyət çəkib az balamı saxlayıram. Səndən gəlib pul istəyirəm.